Hamımız düşünürük ki, alqoritmlər bizi yaxşı tanıyır. Bəs alqoritmlər bizi individual olaraq tanır, yoxsa bizi qruplara bölür? Bununla bağlı öyrənməli olduğumuz müəyyən məqamlar var. Çünki alqoritmlər bizi şəxs olaraq tanımır. Ola bilər ki, alqoritmlər bizim bəyəndiyimiz, bəyənmədiyimiz, sevdiyimiz, sevmədiyimiz şeyləri yaxşı proqnozlaşdırır, amma bu ona görə deyil ki, onlar bizi tanıyır. Onlar bizim aid olduğumuz qrupları yaxşı analiz edir. Yəni alqoritmə mən pəri olaraq maraqlı deyiləm. Alqoritmə mənim yaş qrupum, ailə tərkibim, yaşadığım yer, təhsil səviyyəm, bildiyim dillər, bilmədiyim dillər, maraqlandığım sahələrlə bağlı maraqlıyam. Daha doğrusu heç maraqlı da deyiləm. O sadəcə olaraq bunu qruplandırır və ona uyğun olaraq mənə kontentlər verir. Və bu əslində müəyyən qədər sakit bir manipulyasiyadır. Çünki əslində biz düşünəndə ki, alqoritm məni yaxşı bilir və yaxud da mən artıq alqoritmi özümə uyğunlaşdırmışam, İstər-istəməz o təsdiq qərəzi dediyimiz şeyə düşür. Yəni gələn səfər alqoritm bizim qabağımıza məlumat verməyən, amma müəyyən qədər bizim maraqlarımıza uyğun olan bir şey təqdim eləyəndə biz sorğusuz-sualsız həmin kontenti qəbul edirik, uduruq. Amma ya o məlumat ümumiyyətlə düzgün deyildisə, ya o məlumat ümumiyyətlə sadəcə olaraq emosional idisə, ya o məlumat sadəcə olaraq konspirasiya idisə, yəni sırf ona görə ki, o məlumat müəyyən qədər bizim düşüncələrimizə uyğun gəlir, biz o kontenti sorğusuz-sualsız qəbul etməliyik. Beyninizi yandırmaq istəməzdim, amma ümumi olaraq alqoritmlərlə dolu olan bu texnofeodal dünyamızda məsləhətlər, trendlər, tövsiyələr, hansısa bir peşəkarlarla bağlı paylaşımlar, reklamlar və s. bunların hamısı bir yerdən sonra məlumatlandırıcı kontentdən çıxıb sadəcə olaraq manipulyasiyaya çevrilirlər. Və təəssüf ki, hamısı bizə çox yaxın, səmimi və gözəl gəlir. Çünki biz alqoritmimizə lazımdan çox güvənirik. Mən də sizə o sual vermək istəyirəm ki, bəs sizcə sizin izlədiyiniz hər şey doğrudan da sizlikdir? Yəni doğrudan sizin üçün yazılıb? Bəlkə siz sadəcə olaraq aid olduğunuz qrupda tamamilə başqa düşünməlisiniz və ya düşünürsüz. Amma sizə göstərilən kontentlər bir növ sizi ona necə deyim, qəslight eləyir ki, yox, sən aid olduğun qrupda qal, başqa şey düşünmə. Uzun sözün qısası. Mən 17 fevral 20:00-da bununla bağlı bir webinar keçirirəm, tamamilə ödənişsizdir. Və verdiyimiz suallar bu olacaq. Aktuallıq necə yaranır? Alqoritmlər bizim istəklərimizlə, maraqlarımızla necə oynayır? Media niyə bizə tez-tez emosional olaraq yaxın, amma intellekt cəhətdən olduqca uzaq görünür? Və necə bizə yaxın, doğma, olduqca bizim fikrimizə uyğun səsləndirilən fikirlər bəlkə də bizə çox uzaq ola bilər. Və bu əslində media savadlılığının önəmli hissələrindən biridir. Çünki biz media savadlılığından danışanda yalnız xəbər və informasiyalardan danışmamalıyıq. Bugünkü rəqəmsal dünyamızda bu alqoritmik mövzular da çox önəmlidir. Webinara qeydiyyat linkimiz var. Əgər sizə maraqlıdırsa, ya şərhlərə yazın, ya mənə mesaj olaraq bildirin. 17 fevral sizi görmək ümidi ilə.